hal-hazırda Qarabağda istəyir, Azərbaycan digər ərazilərində də olan, bugün Bakıda erməni kilsəsi olduğu kimi qalır. Yəni biz Əlbəttə. dağıtmış olsaydıq, Restavrasiya da edilir. birinci o erməni kilsəsini yox eləyərdik paytaxtda. Erməni qəbirstanlıqları da qalır. Erməni qəbirstanlıqları qalır, bölgələrdə qalır və digər abidələr ki var, hansı ki bunların adı hallandırılır, Dadivankdır, Qazançıdır, yəni kilsələridir. Bunlar bunu öz adlarına çıxmaqla deyil. Yəni bu tarixi faktdır ki, bunlar Alban kilsələridir. Kəlbəcərdən gedəndə artefaktları götürüb oğurlayıb apardılar. Bəli, bəli. Yəni bu Ölkələrdə. axı fakt olaraq qalır ki, bu Alban kilsələridir. Yəni bunu siz nə qədər də öz adınıza çıxmaq istəsəz və yaxud da bu Xankəndidə hal-hazırda o fəaliyyət göstərir, hansı ki kilsə onun üzərindən manipulyasiya aparır indi hal-hazırda. Müqəddəs Məryəm himayəsi kilsəsi var. Onun üzərindən aparırlar hal-hazırda manipulyasiyanı ki, yəni bu kilsə qədimdir, bizə tariximizi əks elətdirir, bizim Artsaqda dırnaqarası yaşadığımızı göstərir. Hansı ki həmin kilsə 2007-ci ildə tikilib. Yəni bu 2007-ci ildə tikilmiş bir kilsəni özünüzdən oradan Azərbaycan dövləti öz ərazisində olan bütün mədəni abidələrə, tarix və mədəniyyət abidələrinin eyni şəkildə yanaşır. Azərbaycan tolerant, multikultural ölkədir. Əlbəttə. Bütün etnik dini qrupların burada icmalarımız eyni var. şəkildə, bərabər hüquqlu şəkildə yaşadığı bir ölkədir. Biz heç bir ölkənin, heç bir etnik qrupun mədəniyyətini, dinini, dilini sıxışdırmamışıq və illərdir ki, bu şəkildə ölkəmizdə yaşayırlar. Heç zaman bizdə ayrı-seçkilik və yaxud da ki, antisemitizm məkanı olmayıb, tarix boyu olmayıb Azərbaycan. Yəni bu tolerantlıq bizə elə tarixdən, qədim zamanlardan gəlmir. Əksinə olaraq ermənilərdə bu hisslər heç zaman olmayıb. Belə məscidlərimizdə donuz saxladıqlarını biz qeydə almışıq. Məscidlərimizi dağıdıblar. 60-dan çox məscid, tarix mədəniyyət abidəmiz dağıdılıb. 40-dan çox abidə yer üzündən silinib ümumiyyətlə, amma onların pasportları mövcud olub, arxivlərimizdə Sovet dövründən olan pasportlar olub. Yəni yeri bilinir ki, biz burada abidələr var.